Kütləsi 10 qram olan N ədəd kiçik kürəcik tamamilə su dolu qaba yavaşca buraxıldıqda qabın kütləsi 60 qram artır. Qabdan daşan suyun həcmi 20 sm3 olduğuna görə kürəciklərin sayı. Deməli, su dolu bir qabdır. Qabın içərisinə kürəciklər atılır və qabdakı kütlə 60 qram artır. Yəni, qabda ağırlaşma baş verir. Yaxşı, nə idi? Ağırlaşma. Gələnlə gedənin fərqi idi, düzdürmü? Gələnlə gedənin fərqi ağırlaşma olur. İndi ağırlaşma olub 60 qram. Gələn cisimdir. 10 qramlıq N ədəd cisim gəlib. Deməli, bu olur N vurulsun 10 qram. Minus gedən nə idi? Su. Gedən suyun kütləsini tapa bilərik. Gedən suyun kütləsi, deməli, suyun sıxlığı vurulsun gedən suyun həcmidir. Suyun sıxlığı 1-dir. Qabdan daşan suyun həcmi də 20 sm3-dür. Deməli, buradan o zaman M su olacaq 20 qram. Bunu gətirib yerinə qoysaq 60 bərabərdir. N vur 10 minus 20. Buradan N vur 10 bərabərdir 80-ə. Deməli, N buradan olur 8. Yəni, 8 ədəd kiçik kürəcik atılıb su dolu qaba. Növbəti sualımız. Bir cins maddədən ibarət eyni həcm bölməli X cismi ρ1 və ρ2 sıxlıqlı mayelər içərisində şəkildə kimi tarazlıqdadır. Buna əsasən cisimlərə təsir edən Arximed qüvvələrinin nisbəti. Bax, hər iki cisimdə mayedə üzür və bunlar eyni cisimdir. Yəni, birinci halda əgər bu X cisminə mc qədər ağırlıq vəzi təsir edirsə, elə burada da mc qədər ağırlıq vəzi təsir edəcək. Çünki eyni cisimdir. O zaman birinci halda təsir edən Arximed qüvvəsini yazsaq, bu cisim tarazlıqda olduğundan Arximed ağırlığa bərabərdir. Yəni, bu mc qədərdir. Bu ikinci halda da bu cisim mayedə tarazlıqdadır, üzür. Deməli, ikinci halda da Arximedi yenə ağırlığına bərabər. Hər ikisi mc olduğundan o zaman nisbətləri 1-ə bərabər çıxar. Cavab olar C variantı. Növbəti sual. Bir cins Y elektrik sahəsində K, L, M zərrəcikləri sərbəst buraxıldıqda K zərrəciyi bir istiqamətində, deməli K zərrəciyi sağa doğru gedir. L zərrəciyi 2 istiqamətində, L sola doğru gedir. M isə sükunətdə qalır. Buna əsasən bu zərrəciklərin yük işarəsi. M yüksüzdür. Niyə? Çünki elektrik sahəsində hərəkət etmədi. Demək ki, elektrik sahəsində elektrik qüvvəsinin təsirinə məruz qalmır. Bu demək ki, yüksüzdür. K zərrəciyi sağa doğru gedir. Demək ki, təsir edən elektrik qüvvəsi sağa doğru yönəlir. Yəni, elektrik qüvvəsi intensivi xətlərin əksi istiqamətinə təsir edir. Elektrik sahəsinin əksi istiqamətində təsir edən zərrəcik mənfi yüklü olur. Mənfi yüklü zərrəciyə bir cins elektrik sahəsində intensivi xətlərin əksinə qüvvə təsir edir. L isə intensivi xətlər istiqamətinə hərəkət edir. Deməli, təsir edən elektrik qüvvəsi intensivi xətlər istiqamətindədir. O zaman bu müsbət olmalıdır. Müsbət yükə intensivi xətlər istiqamətində qüvvə təsir etmiş olur. K müsbətdir, L mənfidir, M yüksüzdür, neytraldır. Cavab olur C var.